Hə dostlar, 21 Mart 2026-cı il tarixi gündür. Bu günlərim Laçın rayonu Ağbulaq kəndimizdə, öz doğma qapımızda tonqal qalamışıq. Novruz bayramı olduğuna əlaqədar olaraq 34 ildir ki, bu qapıda tonqal yandırılmır. Şükürlər olsun ki, Allah cənab prezidentimizə uzun ömür, can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Ordumuzu Allah qorusun ki, onların sayəsində bugünkü gündə 34 ildən sonra papamla mən gəlib öz qapımızda tonqal qalamışıq. Bütün Azərbaycan xalqının Novruz bayramı münasibətilə təbrik edirik. Onlara can sağlığı arz edirik. Bütün şəhid analarının, bacı qardaşların bayramını təbrik edirik. Bu azad olmuş torpaqlarda, öz doğma vətənimizdə, kəndimizdə hər birinizi salamlayırıq. Hamıya qismət olsun, gəlsinlər öz doğma kəndlərinə, evlərinə ki, qapılarında belə tonqal qalasınlar, bayramlar keçirsinlər. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Allah papama da can sağlığı versin, uzun ömür versin. Qismət olsun, inşallah gələn il yenə də öz qapısında belə gəlib Ağbulaqda tonqal yandırsın. Dağlarımıza qar yağıb Ağbulaqda. Bugünkü gündə həsrətində idi ki, görəsən nə vaxt biz qayıdarıq o torpaqlara, qapımızda belə tonqal qalayarıq, evimizə gedərik. Şükürlər olsun ay papa, gəldik öz vətənimizə, öz qapımızda, bacamızda belə tonqal qalamışıq. O da cənab prezidentimizin, şəhidlərimizin, qazilərimizin, ordumuzun, hökumətimizin hesabınadır. Onların sayəsində bugünkü gündə gəlmişik öz doğma elimizə, obamıza, kəndimizə. Bu gözəl Ağbulaq kəndindən hər birinizi bir daha salamlayıram.